Hər vaxtınız xeyir olsun. Gördüyünüz kimi, baxın, bir dənə patrufkanı dəyişməkdən ötürü bu qədər hissə açmışam. Bu qədər. Patrufka da indi göstərəcəm. Gördüyünüz kimi, patrufka baxın. Deməli, buradadır. Onun arxasındakı patrufkanı dəyişmək qeyri-mümkündür. Xamutu çıxardarkən zülüm çəkdim. Və istəyirəm ki, çəkib sizə göstərim. Deməli, motorun arxasındadır həmin şlanq. Onu çıxartmaq çox çətindir. Əldə girmir. Baxın, nə dar yer var orada. Bu qoşa turbanı da sökmək çətindir. Qoşa turbanı çıxartmaq özü bir çətin məsələdir. Ona görə də kollektoru açdım. Hələ onunla belə güclə dəyişdim. Çıxarda bilmirdim. Xamutları da sizə göstərəcəm. Necə xamut idi. Mən rezbalı xamutlardan istifadə edib bağladım. Görürsünüz, baxın, orada görsənir. Fokus damanını da vurum. Baxın, orada görsənir. Bu qədər. Balaca bir şlanqı dəyişməkdən ötürü 100 manatlıq ustaya xərc lazım olur. Təbii ki, bunu mən özüm dəyişdim. Özüm dəyişdiyimə görə də xərc az çıxır, amma yenə də çətin məsələdir. Mahiyyəti bir şey deyil. 2 manat 50 qəpiyə şlanqı aldım. Amma 100 manatlıq əziyyət çəkdim. Yəni, bax, bu qədər. Hansı maşındır, şərhlərdə yazıb deyərsiniz.